Salam olsun sənə ya Əba Abdillah, Hüseyin aleyhisselam. Allah Yezidə, Yezidlərə, zalimlara əvvəl gündən ta qiyamət gününə qədər lənət eləsin. Amin. Muharrəm və Aşura məclislərini davam elətdiririk inşallah. Bu məclislərdə çoxlu faydalar var. Savab faydası öz yerində ki, burada iştirak etmək, əyləşmək və digər işlər, axirət savabımız var inşallah. Faydalardan biri də budur ki, Aşura məclislərinin bura gələn hər kəs və burada iştirak etməyi ilə İmam Hüseyin əleyhisselamı ziyarət edər. Düzdür, ziyarət adətən bizim təfəkkürümüzdə bu cürünə qalıb ki, Kərbəlaya gedərlər, məzarına gedərlər ziyarət etməyə. Amma hədislərimizdə bir çox yerlərdə var. Uzaqdan da imamlarımızı ziyarət edə bilərik. Məsələn, elə mən söhbətimin əvvəlində hər gecə o qısa ziyarət ki var, salam ki var biz deyirik sizlə birlikdə, bu İmam Hüseyin əleyhisselamı ziyarət etmək deməkdir. Başqa ziyarətlər də var, ziyarətnamələr var, dua kitablarında qeyd olunub. İmam Sadiq əleyhisselam səhabələrindən biri var idi, Səffan Cəmmal adında. İmam Sadiq əleyhisselam bir ziyarətnamə ona öyrətdi. Ziyarətnamənin adı Varis ziyarətnaməsidir. İmam Hüseyin əleyhisselam haqqında oxunan ziyarətnamələrdən biridir. Bu ziyarətnaməni İmam Sadiq əleyhisselam Səffan Cəmmala öyrətdi. İmamlarımızın bəzi səhabələri olub ki, onlar xüsusi olaraq onlara hansısa şeyləri öyrədiblər. Məsələn, Həzrət Əli əleyhisselam bilirsiniz, o məşhur Kumeyl duası ki var, cümə axşamı oxumaq daha yaxşıdır. Əli əleyhisselam onu Kumeyl ibn Ziyada öyrədir. Və o duanın adı da qalır Kumeyl duası. O şəxsin adı ilə bağlıdır. İmam Sadiq əleyhisselam da Səffan Cəmmala bu varis ziyarətnaməsini öyrətdi. Gələk ziyarətnamənin və yaxud ziyarət etməyin faydalarına, bir çox faydaları var. Onlardan birini mən qeyd edəcəyəm inşallah, onun ətrafında danışarıq. Ziyarətnamə oxumaq, ziyarət etmək və yaxud ziyarətə getmək ən əsas faydalarından biri budur ki, kimin ziyarətinə gedirsən və yaxud kimin ziyarətnaməsini oxursan, onu tanıyasan. İmam tanımaq, birinci fayda budur. İmam tanımaq faydası. Baxın, tanımaq müxtəlif cür olar. Məsələn, birini tanımaq üçün görərsən ki, adını, soyadını, atasının adını soruşarlar. Filankəs oğlu təvəllüdü, filan tarix və s. və ilaxır. Bu bir tanışlıqdır, amma bu nəzərdə tutulmur. Biz əgər hər hansı bir imamı tanımaq istəyiriksə, bu cürünə tanımaq kifayət etmir. Bir şəxsi tanımaq üçün onun şəxsiyyətini, xüsusiyyətlərini, həyat tərzini, hansı bacarığa malikdir. Baxın, bu xüsusiyyətlər mühümdür. Necə bir şəxsiyyətdir, necə insandır. Bəzən görürsən ki, elə
cəmiyyətdə öz aramızda da bir şəxsi tanıyırsan, adını da bilirsən, müəyyən soyadını da bilirsən, atasının adını da bilirsən, amma yaxından tanımırsan, birindən soruşanda sənə nə deyir? Deyir ki, mən onu yaxşı tanıyıram. Yəni ad soyadla yox, yəni necə insandır, necə keyfiyyətli insandır, onu yaxşı tanıyıram. Yəni xasiyyətini bilirəm, xüsusiyyətini bilirəm. Qabında nə var onu bilirəm. Bax, burada ziyarətnamədə və yaxud ziyarətə getməkdə imam tanımaq bu nəzərdə tutulur. Ki, imam kimdir? Bu birinci məsələ. İkinci məsələ budur ki, sən ziyarətinə getdiyin və yaxud ziyarətnaməsini oxuduğun şəxs səni necə tanıyır? Səni necə görmək istəyir? Qarşılıqlı olmalıdır da. Bir şəxsin əgər ziyarətinə gedirsənsə, ki sən onu tanıyırsan, o da səni tanımış olsun gərək. Və səni necə görmək istəyir? İmam bizi necə görmək istəyir? O ki, biz ziyarətini oxuyuruq, ziyarətinə gedirik. İmam Sadiq əleyhissalamla Səffan Cəmmal arasında olan münasibəti qeyd edəcəyəm və bundan biz nümunə götürərik ki, imam tanımaq nədir? İmam səni necə tanımalıdır, səni necə görmək istəyir, o nədir? İmam Sadiq əleyhissalam Səffan Cəmmala bir gün dedi, həmən bu şəxs ki, ziyarətnamə öyrətmişdi ona. Dedi ki, ey Səffan, imanın yaxşıdır, bəyəniləndir. Görün, bunu imam deyir bir şəxsə. İmanın bəyəniləndir, əxlaqın bəyəniləndir, əməllərin gözəldir, həyat tərzin bəyəniləndir. Amma bir nöqsanın var, bir bəyənilməyən işin var. Onu da düzəltsən yaxşı olar. Səffan Cəmmal dedi ki, nədir o? Hələ bu adı onun öz o işi peşəsi ilə bağlıdır. Cəmmal dəvə saxlayana, dəvə karvanı olana deyərlər ərəb dilində, cəməl sözündəndir. Bəli. Bunun çoxlu dəvələri var idi. Soruşdu ki, ya imam, o bəyənilməyən xüsusiyyət nədir? Dedi ki, ey Səffan, sənin çoxlu dəvələrin var. Sən bu dəvələri Harun Ər-Rəşidə kirayə verirsən. Harun Ər-Rəşid kim idi? Dövrün zalım xəlifəsi, imam qatili. Çox maraqlıdır. Baxın, imam görün nəyə toxunur. Yəni, bayaq dedim imam öz tərəfdarını, onu ziyarət edəni, onu tanıyanı necə görmək istəyir? Deyir, sən dəvələrini Harun Ər-Rəşidə kirayə verirsən. Nə var bunda? Dəvələr halal dəvəsidir. Harun Ər-Rəşidə verir, ondan kirayə pulu alır, halal puldur. Burada heç bir şey yoxdur. İmam deyir, bilirsən burada nə var? Burada o var ki, sən dəvələrini ona kirayə verdiyin müddətcə arzuluyursan ki, ona bir şey olmasın, ölməsin, sağ qalsın ki, dəvələrimi sağ-salamat qaytarsın və dolayısıyla bununla sən bir zalimin daha çox ömür sürməsini istəyirsən. Çox qəribədir. Görün, imam nəyə toxunur? Görün, imam bir şəxsi necə görmək istəyir? Budur imam tanımaq və imamın səni necə görmək istəməsi. Bugün biz İmam Hüseyin əleyhissalamın məclisinə yığışırıq, sinə vururuq, mərsiyə deyirik, ağlayırıq, əza saxlayırıq, salam göndəririk, ziyarət edirik, inşallah qismət olsun imamın ziyarətinə gedək. Amma bircə bunu da düşünək ki, imam bizi necə görmək istəyir? Səffan Cəmmalı necə görmək istəyirdi? Dedi, bunu da etmə. Bu da ziyandır. Bu da axirətinə ziyandır. Bu əhvalatdan başa düşülür.
Bir bu başa düşülür ki, imam öz tərəfdarlarını necə görmək istəyir. İkinci bu başa düşülür ki, hətta səhvin də olsa, günahkar da olsan, imam səndən düşmən deyil, Allah səndən düşmən deyil, Peyğəmbər səndən düşmən deyil. Bunlar istəyirlər ki, qarşısındakının səhvlərini düzəltsinlər. Günahkar o demək deyil ki, onu uzaqlaşdırmaq lazımdır. Günahkar o demək deyil ki, onun səhvini düzəltmək lazım deyil, ondan uzaqlaşmaq lazımdır. Yox. Bunlar Allaha düşmən deyirlər. Əgər Allaha düşmən olsaydılar, Allah Teala Quran-ı Kərimdə o günahkarlara müraciət etməzdi. Özdə necə müraciət? Söhbət zalimdən getmir ha. Bəzi insanlar var ki, onlardan mən danışmıram. Bəzi insanlar var ki, onlar zülmün pik həddindədirlər. Onlar Allah tərəfindən də bəyənilmir, imam tərəfindən də bəyənilmir. Söhbət sadə günahkar insanlardan gedir. Məsələn, necə bu münasibəti danışdım sizə, Səffan Cəmmalla İmam Sadiq əleyhissalam arasında. Allah o cürünə insanlara Quran-ı Kərimdə belə müraciət etməzdi ki, indi deyəcəyəm ayəni. Əgər düşmən olsaydılar. Allah Quran-ı Kərimdə buyurur ki, قُلْ يَا عِبَادِيَ الَّذ۪ينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ Ey mənim, diqqət edin müraciətə, ey mənim bəndələrim. Möminlərdən söhbət getmir. Allah Quran-ı Kərimdə möminlərə ya eyyuhəl-ləzīnə amanu müraciət eləyir. Burada günahkar bəndələrdən söhbət gedir. Ey mənim günahkar bəndələrim, əsrəfu alə ənfusihim, ömrünü israf yerdə keçirən bəndələrim. Demir, ey bəni Adəm, ey bəni İsrail, bu müraciətlər Quranda var, amma bu başqadır. La təqnatu min rəhmətillah, Allahın rəhmətindən naümid olma. Kim günahkar, kim Allahın bəndəsi, naümid olma. Allah bağışlayar. İnnəllaha yəğfiru zunubə cəmi'a. Allah bütün günahları bağışlayar. Düşmən deyilsən Allahla, Allah da səndən düşmən deyil, imam da səndən düşmən deyil. Sadəcə bağışlanmağın lazımdır, Allah bunu istəyir. Tabu və əslahu, ayə bu cür nə deyir? Tövbə eləsinlər və pis əməllərini yaxşıya çevirsinlər, düzəltsinlər. Təkcə tövbə eləmək yox, tövbədən sonra əməlləri düzəltmək də lazımdır. Baxın, buradan görürük, buradan başa düşürük ki, günahkarları acılamaq, uzaqlaşdırmaq yox, əksinə nə etmək lazımdır? Onlara Allah, Peyğəmbər və imam davranışı göstərmək lazımdır. İmam necə davrandı günahkarla? Allah, Peyğəmbər necə davranır? Bu davranışı göstərmək lazımdır. Yox ki, uzaqlaşdırmaq. Yox ki, bizdən deyil. Bu cürünə yox. Günahın olmaması çox mühümdür. İnsan edə bilər ki, həyatda günah etməsin. Amma edibsə də tövbə mühümdür. Tövbə etmək mühümdür. Allahın ixlaslı bəndəsi, xalis bəndəsi olmaq mühümdür. Ya tövbə ilə, ya əvvəldən günah etməməklə. Hər iki halda ola bilər. Hər iki halda insan ixlaslı ola bilər. Xalis bəndə ola bilər. Xalis bəndənin, ixlaslı bəndənin, təmiz, pak bəndənin Allah yanında məqamı böyükdür. Allah Teala çox böyük mükafatlar verir. Baxın, Musa Peyğəmbərin bir əhvalatını danışacağım sizə. Quran-ı Kərimdə bu nəql olunur. Musa Peyğəmbər bilirsiniz, hələ Peyğəmbər deyildi. Hələ Peyğəmbər deyildi. Müəyyən hadisələr baş verdi. Sonradan Allah Teala ona Peyğəmbərlik verdi. Niyə Allah Teala Tur dağında onu Kəlimullah adlandırır? Kəlimullah. Allahla kəlmə kəsən, biraz lori dildə deyim sizə. Bir insan Allahla kəlmə kəsir, Allahla danışır. Və Allah, Allahla danışan ləqəbi alır. Niyə? Bu fəxirdir. Həqiqətən bir nəfər Allahın o müraciətinə layiq ola,
Quran-ı Kərim də müraciət edir də, bizə də müraciət edir. Bu çox böyük bir məqamdır. Bəndə olmaq. Baxın, İmam Əleyhisselam nə buyurur? İmam Əleyhisselam buyurur ki, İlahi kəfə li izzən ən əkunə ləkə abdən. Deyir, İlahi, mənim üçün bu izzət bəs edər ki, mən sənə bəndəyəm. Sənə qulam. Bu mənim üçün hər şeydir, izzətdir mənim üçün. Şərəfdir mənim üçün. Sonra deyir ki, وَكَفَى لِي فَخْرًا أَنْ تَكُونَ لِي رَبًّا. Fəxr elə. İmam Əleyhisselam nə deyir? Mənim üçün bəs edər o fəxr ki, sən mənim Rəbbimsən. Fəxr eləyək, həqiqətən də fəxr eləyək ki, bizim Rəbbimiz Allahdır. Bu fəxr olunası bir şeydir. Fövqəladə iman, ixlas, Allaha bağlılıq var idi bu Musa əleyhissalamda. Hələ Peyğəmbər olmamışdan qabaq. Onun bir əhvalatını danışacağım siz üçün. Musa Peyğəmbərin başına hələ Peyğəmbər olmamışdan qabaq müəyyən hadisələr gəldi. Nəsə şəhərdən çıxmalı oldu, bir təhlükə var idi. Çox ətraflı danışmaq istəmirəm, Quranda var. Məqsədimi danışmaq istəyirəm. Şəhərdən çıxmağa məcbur oldu, gəldi, oturdu şəhərin bir kənarında, bir yerdə oturmuşdu. Orada da bir su var idi, su yeri var idi, quyu ya çay, hər nəsə. Gördü, insanlar orada qoyunlarını suvarırlar. Diqqət edin, burada çox ibrətamiz bir məsələ var. Və təkcə bizim üçün yox, yəni biz kişilər üçün yox. Qadın və kişilər üçün. Quran əhatəlidir, həqiqətən. Quranın bəzi müəyyən o nöqtələrinə diqqət edirsən, görsən ki, həqiqətən də Quran çox insanı ayıldır. Suyun kənarında oturmuşdu, gördü, insanlar öz qoyunlarını suvarırlar. 2 dənə də qadın, qız kənardan gəlib, onlar da qoyun gətiriblər suvarmağa. Gördülər, yox, bu suyun ətrafında o qədər kişilər var ki, biz ora girə bilmərik. Həyalı, abırlı qızlar idi. Musa Peyğəmbər kənardan bunu müşahidə edir. Gördü ki, bunlar abırlarından həmən o kişilərin içinə girmədilər. Gözləyirlər. Nə vaxt bunlar suvararlar, bu kişilər qutararlar, ondan sonra nə olacaq? Gəlib öz qoyunlarını suvaracaqlar. Həqiqətən də Musa Peyğəmbər də yorğun idi. Təhlükə var idi, biraz da stresli idi, yol gəlmişdi, ac, susuz. Bəzən insan deyər ki, mənə nə özləri bilərlər. Amma Musa Peyğəmbərin davranışına baxın. Gəldi, yaxınlaşdı, dedi ki, siz dayanın kənarda, mən qoyunları suvararam, gətirib verərəm, sizə apararsınız. Onlar üçün qoyunları suvardı, verdi onlara, yola saldı. Bunlar getdilər, bu əhvalatı öz atalarına danışdılar. Ataları kim idi? Şüeyb Peyğəmbər. Bu 2 qız Şüeyb Peyğəmbərin qızları idi. Atalarına danışdılar bu əhvalatı ki, bir nəfər cavan oğlan, bir şəxs gəldi ki, bizə baxmadan, bizə diqqət etmədən bu işi bizim üçün gördü. Atası dedi ki, gedin, biriniz getsin, o gənci çağırsın. İndi Quran nəql edir. O qız necə gəldi və necə qayıtdılar. Sonra axırda ki, nə deyəcəyəm, nə nəticə var, onu deyəcəm. Quran deyir ki, فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى إِسْتِحْيَاءٍ. Bu qız utana-utana, xəcalət çəkə-çəkə gəldi bu Musanın yanına. Dedi ki, قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجَّمَا سَقَيْتَ لَنَا. Utana-utana, xəcalət çəkə-çəkə dedi ki, atam səni çağırır, istəyir ki, sənin bizim üçün etdiyin işin mükafatını sənə versin. Sən ki, bu yaxşılığı bizim üçün eləmisən, atam istəyir səni mükafatlandırsın. Gəldilər, qayıtdılar evə atalarının yanına. Musa Peyğəmbər də ədəblə gəldi Şüeyb Peyğəmbərin evinə. Çatandan sonra qız atasına dedi ki, ya əbəti, Quran ayəsidir, ya əbəti istəcirhu, innə xeyrə mən istəcərtəl qaviyyül əmin. Dedi, ey ata, bu cavandan faydalan. Əgər müəyyən işlərin varsa, buna tapşıra bilərsən, faydalana bilərsən. Niyə? Dedi ki,
əgər sən bunu etsən, bil ki, öz işivi bir bacarıqlı, güclü və əmanətdar insana tapşırmısan. Qız atasına deyir. Bu qız bu sözü niyə dedi? Bir, o qoyunları ki, aldı, onlar üçün su vardı, gətirdi. Bu bir bacarıq idi. Bu bir dərrakə idi, bir düşüncə idi. İkinci, Musa qızla evə qaydanda, Musa qıza dedi ki, sən arxada gəl, mən qabaqda gedim. Bilirsiniz niyə? Çünki Musa istəmirdi ki, gənc qız naməhrəm qabağında getsin. Dedi, sən arxada gəl. Qız da bunu hiss elədi. Gördü ki, bu o qədər abırlıdır ki, o qədər həyalı insandır ki, istəmədi ki, mən gənc qız onun qarşısında gedim, arxada məni qoydu. Ona görə gəldi atasına bu sözü dedi. Nəhayət gəldilər Şüeyb Peyğəmbərin evinə çatdılar. Şüeyb Peyğəmbər həm imkanlı idi, yaxşı imkanı var idi, həm də qonaqpərvər idi. Dedi, ey cavan, gəl otur süfrəyə, yemək ye bizlə. Musa Peyğəmbər də yorğun arğın, neçə vaxtı yol gəlir. Həm biraz qorxu, təhlükə var idi onun üçün. Həm də ac susuz idi həqiqətən. Süfrəyə də baxdı, gördü süfrədə nə gözəl neymətlər var. Oturmadı. Şüeyb Peyğəmbər dedi, sən ac deyilsən. Dedi, acam. Dedi, otur yemək ye də. Dedi, yox, yemirəm. Dedi, niyə? Dedi, o əməli ki, mən eləmişəm, qoyunları suvarmışam, onu Allaha xatir etmişəm. Mən gəlməmişəm bura səndən mükafat alam o əməlimin müqabilində. O əməl Allaha görədir. O əmələ görə Allah mənə mükafat versin. Pula görə yox, yeməyə görə yox, bu şeylərə görə yox. Bu da nədir? Bu da ixlas. Bunu da gəl onların üstünə neçə elədi? 3 xüsusiyyət. 1. Bacarıqlı idi, düşüncəli idi. Qoyunları götürdü, suvardı, verdi. 2. Həyalı, abırlı idi. 3. İxlaslı idi. Əməlini müəyyən bir yemək müqabilində vermək istəmirdi. Düzdür, Şüeyb Peyğəmbər o niyyətlə ona yemək vermirdi. Amma bu da istəmirdi ki, onun əcri, savabı təkcə yeməklə bitsin. Ondan sonra nə oldu? Ondan sonra bu xüsusiyyətləri Şüeyb Peyğəmbər görəndən sonra qızlarından birini ona ərə verdi. Onu özünə kürəkən elədi, damad elədi. İndi diqqət eləyək, baxın, burada bu ixlasa, bu bacarığa, bu əmanətdarlığa Şüeyb Peyğəmbər öz qızını pulluya, varlıya, dövlətliyə, hardasa müəyyən bir vəzifələrdə işləyənə yox, gör nəyə diqqət elədi. Quran insanların diqqətini bu şeyə çəkir ki, əgər bir şəxs seçmək istəyirsə, hansı xüsusiyyətlərinə diqqət eləmək lazımdır? Bəzən insanlar diqqət eləmirlər həqiqətən. Başqa-başqa şeylərə diqqət eləyirlər. O şey ki, lazımdır, ona diqqət etmirlər. İstər qız verəndə, istər başqa məsələlərdə fərq eləməz. O şey ki, lazımdır və gələcəkdə də fayda verəcək, ona diqqət eləmirlər, başqa şeylərə diqqət eləyirlər. Sonradan o diqqət etmədiyi, o əmanətdarlıq, o ixlas, o abır-həya, onlar olmayanda müəyyən fəsadlar ortaya çıxanda sonra fikirləşirsən, deyirsən ki, ey dad, mən gör nə səhv eləmişəm. Hədislərimizdə var, deyir ki, qızınızı təqvalıya, möminə verin. Səbəb? Deyir, burada 2 səbəb var. 1. Əgər bir-birini sevsələr, yaşasalar, xoşbəxt olacaqlar, xoş hallarını. Yox, deyir, əgər birdən nəsə problem olsa, indi insanlarda bir-birlərindən xoşları gəlmədi, ona zülm etməz. Təqvalıdır axı. Nə olsun istəmir, amma zülm etməz. Əgər sevərsə, xoşbəxt olarlar. Hədis bu cür nə deyir? Sevməzsə də zülm etməz ona. Bax, burada insanın o faydasına
gəlir çıxır, onun o qarşı tərəfin ixlası, onun təqvası, onun əmanətdarlığı. Baxın, bu xüsusiyyətləri ki, Musa Peyğəmbər əldə etmişdi. Ona görə Tur dağına gedəndə Allah onu özü üçün Kəlimullah seçdi. Allahla kəlmə kəsən seçdi. Biri-biri ilə müəyyən insanlar var da, məsələn, həyatda çox insanlar görmüşük, siz də görmüşsünüz. O qədər də əhəmiyyətli adam deyil, amma indi nəyəsə görə tanınır da. Bir-iki kəlmə ondan söhbət edəndə deyir, filan kəslə mən kəlmə kəsmişəm. Və yaxud filan kəslə mən çörək yemişəm, əl sıxmışam. Yəni deyirəm, yəni Allah yanında o qədər dəyəri yoxdur, amma nəyəsə görə də indi dünya işlərinə görə tanınır. Bunu özünə fəxr bilir. Amma bir var insan Allahla kəlmə kəsən olsun. Bundan böyük fəxr ola bilər. Əleyhissalam bununla fəxr eləyir. Demirsən şiyəyəm, demirsən imam tərəfdarıyam. Gör imamın nə ilə fəxr eləyir, sən də onunla fəxr elə. Gör imam səni necə görmək istəyir, sən də o cür nə ol. Gör imam öz səhabələrində, yaxınlarında hansı səhvləri tutursa, o səhvlərə bax, gör səndə var, sən də onu düzəlt. Ki, hökm deyil ki, bugün İmam Zaman əleyhissalam gəlib o səhvləri bizə desin. Hədislər var da, həyat tərzi var da, tarix var da. Baxandan sonra insan hər şeyi anlayır. Quran möminlərin nöqsanlarından, hansı nöqsanlarından danışır? Hədislər hansı nöqsanlardan danışırlar? İmam öz səhabəsinə nə dedi? Hansı iradı tutdu ona? Baxmayaraq ki, səhabəsidir, yaxınıdır. O iradlardan bizdə varsa, biz də gərək onları düzəldəydi. Da tək-tək gəlib hər kəsə deyilməyəcək ki, Allah tərəfindən ayə nazil edilməyəcək ki. İmam gəlib tək-tək hər kəsə deməz ki. Budur məsələlər. Bu məsələlər düzəlsə, ondan sonra insan Kəlimullah da olar. Da Musa kimi yox da Peyğəmbər olmaz. Amma ən azından Quranın müraciəti ona aid olar. Allah yanında məqam qazanar. Təkcə Peyğəmbərlər deyil ki, bu cür nə məqam qazananlar. O qədər insanlar var, nə Peyğəmbər olublar, nə imam olublar. Elə Peyğəmbər imam məqamına çatmaq üçün də bu yollardan keçiblər. Davud əleyhissalam sonradan gəldi Peyğəmbər oldu. Səbəblər nə idi? Səbəblərdən birini deyəcəm. Talutun qoşununda idi Davud. Məşhur Quran ayələri nəql eləyir bunu. Talutun qoşunu. O ki, təfsilatı ilə danışmıram. O imtihan olunmalıydılar su içməməklə. Allah demişdi ki, bu qoşun döyüşə gedəndə su içməsin, bir dənə imtihan elədi. İndi susuzluqdan yanan dedi, bir ovuc içə bilər. Davud o bir ovucu da içməmişdi. Getdi qoşuna çatdı, vuruşdu da, döyüşdü də və hətta qarşı tərəfin o ən başçısını kim öldürdü? Davud öldürdü. Calut. Ondan sonra Allah da ona peyğəmbərlik məqamı verdi. Nəyinə görə? İxlasına görə, Allaha bağlılığına görə. Və gələk Kərbalaya. İmam Hüseyin əleyhissalam çağıranda ləbbeyk deyənlər kimlər idi? O şəxslər idi ki, onlar bilirdilər imam onları necə görmək istəyir. Onlar imam onlarda səhv tutanda, nöqsan deyəndə dərhal gedib düzəldirdilər Səffan Cəmmal kimi ki, bayaq nəql elədim. İmama nə demədi ki, sən, İmam Sadiq əleyhissalam demədi ki, sən daha mənim səhabəm deyilsən, sən bu cür nə iş görürsən? Dəvələri və Harun Rəşidə verirsən. Dedi, yox, bunu düzəlt. Məqamın yerindədir, amma bunu düzəlt. İmam Hüseyin əleyhissalamın çağırışına ləbbeyk deyənlər, baş üstə deyənlər, Züheyr kimilər və digərləri bu cür nə şəxslər idi. Səhvləri olmuşsa da, deyəndə səhvlərini düzəltmişdilər. Və nə dedilər? İmam Hüseyin əleyhissalamın çağırışına baş üstə dedilər. Və Kərbala şəhidlər mərtəbəsinə çatdılar. İnsan, bax budur məsələ. Bunu diqqətinizə çatdırmaq istədim ki, insan imamı tanımalıdır. Bir, yadda saxlayaq bunu. İkinci, İmam onu necə görmək istəyir, onu bilməlidir. Bu da iki. Bu da insanın
bacarığı, əmanətdarlığı və ixlası ilə insan bu məqamlara çata bilər. Bacarıq, əmanətdarlıq və ixlas məqamına çata bilər. Musa Peyğəmbərdəki bunlar var idi. Allah Teala bizləri o şəxslərdən etsin ki, biz ziyarət etdiyimiz imamı tanıya bilək. Allah Teala bizi o şəxslərdən qərar versin ki, biz bilək ki, imam bizi necə görmək istəyir və o cürünə yaşamağa inşallah başlayaq. Allah Teala İmam Zaman əleyhisselamın zuhurunu təcil eləsin.